Şəkildə gördüyünüz bu məxluq atası erməni, anası gürcü olan Azərbaycanımızın Xalq Daxili İşlər Komissarı idi. Yəni, bugünkü Daxili İşlər Naziri və Dövlət Təhlükəsizlik Xidmətinin funksiyalarını özündə birləşdirən yüksək vəzifə. Adı Yuvelyan Davidoviç Sumbatov Toporidze. İki eşeğin arpasını bölənməyən, savadsız, bir o qədər də cani dövlət məmuru idi. Bu arada bu təhqir deyil, həqiqətən arxiv məlumatlarında öz tərcümeyi halını belə yaza bilməyən, savadsız biri olaraq qeyd olunub. Zaten Qırmızı Şeytanın bütün dövlət orqanlarında belə savadsız qəssablar yer alırdı. Alırdı ki, sayısız ziyalını rahatlıqla öldürə bilsinlər. Şəkil bizə Əhməd Cavadları, Mikail Müşfiqləri, Salman Mümtazları işgəncələrlə öldürən icraçı mənəm deyir. Ancaq təəssüflər olsun ki, Azərbaycan türkçəsində yazılan Wikipedia məlumatında milliyyətinə dair heç bir bilgi yoxdur. Oysa erməni və rus dillərində hər iki valideynin milliyyəti qeyd olunur. Xalqımıza zülm edənlərin milliyyəti bizlərə şəxsi adından daha önəmlidir. Ailəsini yaxşı tanıdığı üçün digər bir gürcü əsilli nazir Lavrenti Beria tərəfindən Azərbaycanın başına bəla edilmişdi. Repressiya dönəmində içəridə müxtəlif işgəncələrə məruz qalan, Azərbaycanın yox edilən bütün qaymaqlarının məhvində bu məxluqun payı çoxdur. Ondan geri qalmayan can yoldaşı Mircəfər Bağırov zamanında hər nə qədər yerli müstəntiqlər olsa da onlara ciddi işlər verilmirdi. Axı nə olur, nə olmaz. Vicdan ağrısı Qırmızı Şeytanın əməllərinə mane ola bilərdi. Yaxşı, bəs kimlərdir Erməni Daxili İşlər Nazirinin müstəntiqləri? Qulaqlarınızı yaxın gətirin. Şer, Tisinman, Markaryan, Ohanesyan, Grigoryan, Avanesyan, Musatov, Borşov, Borisov, Klemençiç, Durlyanin, Sonkin qardaşları, Platanov və başqaları aparırdılar. Bəli, vətənimiz əsli-nəsli bəlli olmayanların iki dodağı arasında ayaqda durmağa çalışırdı. Digər bir türkçəmizdə deyildiyi kimi, dünya etmə-bulma dünyasıdır. Nə edərsən, mütləq qarşına bir gün çıxar. 15 iyul 1953-cü ildə Beria məhkəməsindən dolayı o da sorğu-suala alındı, həbs edildi. Reaktiv psixoz diaqnozu qoyuldu. Artıq o qədər adam döyüb işgəncə etmişdi ki, bu onda ciddi qorxu, donuq qalma, olmayan şeyləri olmuş kimi qəbul etmə kimi düşüncə və davranış pozukluqları əmələ gətirmişdi. 1955-ci ildə Leningraddakı məhbus psixiatr xəstəxanasına məcburi yatırıldı. 1960-cı ildə layiq olduğu ölümlə üzləşdi. Bu məxluqun ruhunu lənətlə yad etmək Azərbaycan xalqının üzərinə düşən ən önəmli vəzifədir. Dininizi hər zaman diri tutun. Sizi ondan başqa qoruyacaq heç bir şeyiniz yoxdur. Kin doğru hədəfə yönləndirildiyində ən müqəddəs qoruyucu silahdır.